Arthur Conan Doyle. Conan Doyle ikonik dedektiv personaj Sherlock Holmes'un yaratıcısıdır. Sherlock Holmes, onun maceraları. Al Qırmızı Etüd. Birinci hissə. Hərbi tip xidmətinin istefada olan zabit. 7-ci fəsil. Zülmətdə işıq. Lestreydin gətirdiyi gözlənilməz və mühüm xəbər hamımızı sarsıtmışdı. Gregson kresodan sıçrayıb əlindəki viskini yerə dağıtdı. Sherlock Holmes qaşlarını çatıb dodaqlarını sıxdı. Mənsə dinib danışmadan ona baxırdım. Deməli, Stengersonda Holmes donqullandı. İş qəlizləşir. İş bunsuz da qəliz idi. Lestrade stolu götürərək deyindi. Deyəsən, hərbi müşavirənin üstünə gəlib çıxmışam. Siz dəqiq bilirsiniz ki, o öldürülüb. Gregson dili topuq vura-vura soruşdu. İndicə onun otağındaydım, Lestrade cavab verdi. Cəsədi mən aşkar eləmişəm. Biz isə burada məsələni öz bildiyi kimi həll etmiş Gregsonu dinləyirdik, Holmes dedi. Zəhmət olmasa gördüklərinizi və eşitdiklərinizi danışın. Bu dəqiqə, Lestrade stula əyləşərək cavab verdi. Gizlətmirəm, əvvəlcə elə fikirləşirdim ki, Draper'in qətlində Stengersonun əli var. Bugünkü hadisə göstərdi ki, səhv etmişəm. Onun qatillə əlbir olduğunu düşünüb, harada olduğunu, başına nə iş gəldiyini aydınlaşdırmaq istəyirdim. Ayın 3-ü axşam təxminən saat 9-un yarısında onları Euston vağzalında birlikdə görüblər. Gecə saat 2-də isə Brixton Roadda Draper'in cəsədini tapıblar. Deməli, Stengersonun saat 9-un yarısından cinayətin törədildiyi vaxta qədər nə etdiyini və bundan sonra hara qeyd olduğunu öyrənməliydim. Liverpoola telegram göndərdim. Stengersonun əlamətlərini bildirdim və xahiş etdim ki, Amerikaya gedəcək gəmilərə göz qoysunlar. Sonra Euston vağzalı tərəfdə bütün mehmanxanaları və kirayə verilən evləri gəzdim. Düşünürdüm ki, əgər Draper'lə o vağzalın yanında ayrılıblarsa, çox güman ki, katib yaxınlığındakı bir yerdə gecələyəcək, səhərə yenə vağzala gələcək. Yəqin onlar görüş yerini əvvəlcədən təyin ediblər, Holmes dedi. Belə də oldu. Dünənki axşamı Stengersonu axtarmağa həsr etdim, amma faydası olmadı. Bugün səhər erkəndən onu axtarmağa başladım və saat 8-də nəhayət Little George Streetdə yerləşən Holiday mehmanxanasına gedib çıxdım. Mr. Stengersonun burada yaşayıb yaşamadığını soruşduqda mənə müsbət cavab verdilər. Siz yəqin onun gözlədiyi centilmensiniz. Mənə dedilər. O artıq 2 gündür ki, sizi gözləyir. Bəs indi hardadır, soruşdum. Yuxarıda otağında, hələ yatır. Xahiş edib ki, onu saat 9-da oyadaq. Özüm oyadaram, dedim. Düşünürdüm ki, ani gəlişim onu karıxdırar və bəlkə qətl haqqında ağzından söz qaçırar. Xidmətçi məni onun otağına qədər ötürdü. Otaq 2-ci mərtəbədə yerləşirdi və qapısı darısqal dəhlizə açılırdı. Xidmətçi qapını mənə göstərib aşağı düşürdü ki, gördüyüm mənzərədən 20 illik təcrübəmə baxmayaraq halım pisləşdi. Qapının altından nazik axan qırmızı qan zolağı dəhlizin o biri tərəfində süzülmüş və divarın dibində kiçik gölməç əmələ gətirmişdi. Bilaixtiyar qışqırdım. Xidmətçi dərhal geri qayıtdı. Qanı gördükdə az qala huşunu itirmişdi. Qapı içəridən bağlanmışdı. Onu çiynimizlə vurub açdıq və otağa girdik. Pəncərə açıq idi. Yanında isə gecə köynəyində bir nəfər yerə sərilmişdi. Görünür, çoxdan ölübmüş, çünki meyit qurumuşdu. Onu kürəyi üstə çevirdik və xidmətçi təsdiq etdi ki, bu adam mehmanxanada Joseph Stengersonun adı ilə qeydiyyatdan keçmiş həmin şəxsdir. Ölümə səbəb sol böyründən aldığı güclü bıçaq zərbəsi olub. Görünür, bıçaq ürəyini zədələyib. Ən qəribəsi bu zaman aşkara çıxdı. Sizcə cəsədin üzərində nə gördük? Holmes cavab verməzdən əvvəl hiss etdim ki, indi qorxunc bir şey eşidəcəyəm və ətim ürpəşdi. Qanla yazılmış Raxe sözü, Holmes dedi. Bəli, məhz bu. Lestrade'in səsində vahimə vardı. Sustuq. Naməlum qatilin hərəkətlərində dəhşətli ardıcıllıq vardı. Bu isə onun cinayətlərini daha qorxunc edirdi.
Döyüş meydanlarında sarsılmayan əsəblərim indi əsməyə başlamışdı. Qatili görüblər, deyə Lestrade sözünə davam etdi. Süd gətirən oğlan dükana qayıdarkən mehmanxananın arxasındakı tövlənin yanından keçən yolla gedirmiş. O görüb ki, həmişə yerdə olan nərdivan mehmanxananın ikinci mərtəbəsindəki pəncərəyə uzadılıb. Pəncərə isə taybatay açıqdır. Biraz aralandıqdan sonra yenidən geri boylananda nərdivanla bir nəfərin aşağı düşdüyünü görüb. O, nərdivanla elə sakit və soyuqqanlıqla düşürmüş ki, oğlan onu mehmanxanada işləyən dürgər ya da xarrat zənn edib. Oğlan bu adama əhəmiyyət verməyib. Hərçənd ağlından keçirib ki, axı səhər tezdən adətən mehmanxanada heç kim işləmir. O, xatırlayır ki, bu adam hündür və qırmızı sifət imiş. Əynində isə uzun qəhvəyi palto varmış. Çox güman ki, o qətl törətdikdən sonra dərhal otağı tərk etməyib. Əvvəlcə əllərini yuyub, sonra isə bıçağını mələfəyə silib. Holmesa baxdım. Qatilin təsviri onun ehtimalları ilə üst-üstə düşürdü. Ancaq üzündə nə məmnunluq, nə də sevinç vardı. Otaqda bizi qatilin izinə sala biləcək heç bir şey tapmadınızmı? O soruşdu. Heç nə. Stengersonun cibində Draper'in pul kisəsi vardı. Amma burada təəccüblü bir şey yoxdur. Çünki xərcləri həmişə Stengersona dəyirmiş. Pul kisəsində 80 funt və qəpik quruş vardı. Görünür, ona toxunmamışdılar. Bu qəribə cinayətlərin hansı səbəblərlə törədildiyini bilmirəm, amma əminəm ki, burada qarət məqsədi yoxdur. Qətlə yetirilənin cibində bir ay öncə Clevelanddən alınmış teleqramdan başqa heç bir sənəd yaxud bir kağız yox idi. Teleqramda CH Avropadadır yazılmışdı. İmza yox idi. Başqa heç nə? Holmes soruşdu. Mühüm heç nə. Çarpayının üzərində Stengersonun gecələr yuxulamaq üçün oxuduğu roman, yanındakı stolda isə qəlyanı vardı. Masanın üstündə su ilə dolu stəkan, pəncərə altında əczaxana qutusu, İçərisində də 2 həb vardı. Sherlock Holmes sevinərək yerindən sıçradı. Son halqa, o bəkdən dedi. İndi hər şey aydındır. Hər iki xəfiyyə gözlərini bərətdi. İndi bu dolaşmış yumağın bütün iplər əlimdədir, dostum arxayınlıqla dedi. Əlbəttə, bəzi xırda detallar hələ çatışmır. Amma Draper'in Stengersondan vağzalda ayrıldığı vaxtdan sizin Stengersonun cəsədini tapdığınız ana qədər hər şey gözlərimin önündə olmuş kimi mənə aydındır. Bunu sizə sübut edəcəyəm. Oradan həbləri götürə bilərsiniz. Həblər məndədir. Lestrade kiçik ağ qutunu çıxararaq dedi. Həbləri də, pul kisəsini də, teleqramı da polis şöbəsinə təhvil vermək üçün götürmüşəm. Düzünü desəm, bu həblərə elə bir əhəmiyyət vermədim. Onları təsadüfən götürdüm. Mənə verin, Holmes deyib mənə tərəf döndü. Doktor, necə fikirləşirsiniz? Bunlar adi həblərdir? Yox, əlbəttə. Həbləri adi adlandırmaq olmazdı. Boz mirvari rəngdə yumru kiçik həblər işığa tutduğumuz zaman demək olar ki, şəffaf görünürdülər. Yüngül və şəffaf olduqlarına görə məncə suda asanlıqla həll olunurlar, dedim. Tamamilə doğrudur, Holmes cavab verdi. Zəhmət olmasa aşağı düşüb iflic olmuş yazıq iti gətirərdiniz. Sahibəsi dünən xahiş etmişdi ki, daha əzab çəkməsin deyə onu uyduraq. Aşağı düşüb iti gətirdim. Ağır nəfəsi və ölgün gözləri onun çox yaşamayacağından xəbər verirdi. Ağarmış burnundan görünürdü ki, o artıq körpəklikdən çıxıb. Teryeri buxarının yanındakı xalçaya uzatdım. Həblərdən birini yarıb öləcəyəm. Holmes cib bıçağını çıxararaq dedi. Bir hissəsini təkrar yerinə qoyaq, bəlkə lazım oldu. Digər yarısını bu qədəhə atıb üstünə bir çay qaşığı su əlavə edək. Görürsünüz, doktor haqlıdır. Həb dərhal həll olundu. Maraqlıdır. Lestrade ələ salındığını zənn edib incik halda dedi. Ancaq yenə başa düşə bilmirəm ki, bunun Mr. Stengersonun ölümünə nə dəxli var? Səbr edin dostum, səbr edin. Tezliklə əmin olacaqsınız ki, həblərin onun ölümündə birbaşa əlaqəsi var. İndi biraz süd əlavə edim ki, dadlı olsun. İt də hamısını yalaya bilsin. Qədəhin içindəki mayeni nəlbəkiyə töküb, onu itin qabağına qoydu. İt hamısını son damlasına qədər yaladı. Holmes'un ciddiliyi bizə elə təsir eləmişdi ki,
Yerimizdə donaraq qeyri-adi bir şey gözlərcəsinə itə baxırdıq. Lakin heç nə baş vermədi. Teryer əvvəlki kimi ağır-ağır nəfəs alaraq xalçanın üstündə uzanmışdı. Həblərin təsirindən o nə yaxşılaşdı, nə də pisləşdi. Holmes saatını çıxartdı. Dəqiqələr keçir, it isə əvvəlki kimi nəfəs alırdı. Sherlock Holmes dərin kədər içində məyus halda oturmuşdu. O, dodaqlarını dişlədi. Sonra barmaqları ilə masaya döyəslədi. Bir sözlə, bütün hərəkətləri hövsələdən çıxdığını göstərirdi. Elə həyəcanlanmışdı ki, ona yazığım gəldi. Xəfiyyələrsə onun uğursuzluğuna sevinərək istehza ilə gülümsəyirdilər. Doğrudanmı bu sadəcə təsadüfdür? Nəhayət o stuldan qalxıb dedi və hisslə otaqda var-gəl etməyə başladı. Yox, ola bilməz. Mənim ehtimalıma görə Drabberi öldürən həmin həblər Stendersonun cəsədinin yanında tapılıb. Amma indi təsir etmirlər. Bu nə deməkdir? İnanmıram ki, mülahizələrimin hamısı yanlış olsun. Bu mümkün deyil. Ancaq yazıq köpək hələ də sağdır. Ah, bildim. O, sevinə-sevinə qutunu götürüb ikinci əbi yarıb öldü. Suda həll etdi. Üstünə süd əlavə edib teryerin qabağına qoydu. Bədbəxt it dilini azca vurmuşdu ki, bütün bədəni qıc oldu. İldırım vurmuş kimi quruyub qaldı. Sherlock Holmes dərindən nəfəs aldı və alnından təri sildi. Özümə daha çox inanım olmalıdır, o dedi. Artıq bilməliyəm ki, əgər hər hansı bir fakt uzun, məntiqi nəticələr zəncirinə ziddirsə, onu başqa cür yozmaq olar. Qutuda 2 həb vardı. Birinin tərkibi zəhər, o birisi isə tamamilə zərərsiz idi. Qutunu görməmişdən əvvəl bunu bilməliydim. Sonuncu cümlə mənə elə qəribə gəldi ki, onun ağlını itirdiyindən şübhələndim. Lakin itin ölüsü onun mülahizələrinin doğru olduğunu sübut edirdi. Hiss etdim ki, başımdakı duman tədricən çəkilir və həqiqətən ayırt etməyə başlayıram. Bu sizə cəfəngiyat kimi görünə bilər, Holmes sözünə davam etdi. Çünki istintaqın lap əvvəlində bu sirrin açarı olan yeganə vəziyyətə diqqət yetirməyibsiniz. Bəxtim gətirdi ki, bundan yapışa bildim. Sonrakı hadisələr isə mənim fərziyyəmi təsdiq edirdi və mahiyyətcə onun məntiqi davamı idi. Buna görə də sizi dalana dirəyən fikrinizcə işi daha da qəlizləşdirən məqamlar əksinə mənə çox şeyi aydınlaşdırır və fərziyyələrimi təsdiq edirdi. Əcayibliyi müəmma ilə qarışdırmaq olmaz. Çox vaxt ən adi cinayət də müəmmalı görünür. Çünki məntiqi nəticələr üçün əsas ola biləcək hansısa xüsusi məqam cinayətlə ziddiyyət təşkil edir. Əgər cəsədi yol kənarında hər hansı aşkar əlamətlər olmadan tapsaydılar və işə qeyri-adilik xüsusiyyəti verən sensasiyon təfərrüatlar olmasaydı, bu cinayəti araşdırmaq həddindən artıq çətin olardı. Qəribə detallar təhqiqatı çətinləşdirmir, əksinə asanlaşdırır. Bu nitq zamanı səbr kasası daşan Gregson dözmədi. Qulaq asın, Mr. Sherlock Holmes, o dedi. Biz məmnuniyyətlə etiraf edirik ki, siz zəkalı insansınız və xüsusi iş üslubunuz var. Amma indi nəzəriyyələr haqqında mühasirə dinləməyin mənası yoxdur. İndi qatili tutmaq lazımdır. Mənim bu iş haqqında öz fikirlərim var idi. Lakin görünür səhv etmişəm. Gənc Şarpantiyənin ikinci qətildə əli ola bilməz. Lestrade Stendersondan şübhələnirdi. Onun da səhv etdiyi aydın oldu. Sizsə daim eyhamlar yağdıraraq özünüzü elə aparırsınız ki, güya bizdən daha çox bilirsiniz. Amma indi sizdən açıq soruşmağa haqqımız var. Bu cinayət barəsində nə bilirsiniz? Qatilin kim olduğunu deyə bilərsinizmi? Gregsonla razılaşmaya bilmirəm, Sir, Lestrade dedi. Biz hər ikimiz bu məsələnin üstünü açmağa çalışdıq və səhv etdik. Mən gələndən bəri dəfələrlə demisiniz ki, güya əlinizdə bütün sübutlar var. Ümid edirəm ki, onları bizə açıb deyəcəksiniz. Əgər qatilin həbsini ləngitsək, deyə əlavə etdim. O yenə də cinayət törədə bilər. Biz Holmesun üstünə elə düşdük ki, o açıq-aşkar tərəddüd etməyə başladı. Qaşqabağını töküb, başını aşağı əyərək, nə barədəsə gərgin düşündüyü zaman həmişə olduğu kimi, otaqda o yan bu yana addımlamağa başladı. Daha cinayət olmayacaq, birdən dayanıb dedi. Bundan narahat olmayın.
Soruşursunuz ki, qatilin adını bilirəmmi? Bəli, bilirəm. Amma bu kifayət etməz. Onu tutmağı bacarmaq lazımdır. Çox ümid edirəm ki, əvvəlcədən gördüyüm tədbirlər bu çətin məsələni asanlaşdıracaq. Amma olduqca ehtiyatlı hərəkət etmək lazımdır. Çünki hiləgər və hər şeyə hazır olan bir adamla üz-üzəyik. Üstəlik, sübut etdiyim kimi, onun özü qədər ağıllı köməkçisi də var. Qatil cinayətin açılmasından nə qədər ki xəbərsizdir, onu tutmaq imkanımız var. Amma azacıq şübhəyə düşsə, dərhal adını dəyişib nəhəng şəhərimizin 4 milyon sakininə qarışıb yoxa çıxacaq. Xətrinizə dəymək istəmirəm. Amma deməliyəm ki, belə cinayətkarları yaxalamağa polisin gücü çatmaz. Ona görə də kömək üçün sizə müraciət etmədim. Əgər qatili yaxalaya bilməsək, bütün məsuliyyət mənim üzərimə düşəcək. Hələlik isə söz verirəm ki, planlarımın pozulmayacağına əmin olan kimi hər şeyi sizə danışacağam. Gregsonla Lestrade bu vəddən və polisin ünvanına deyilmiş istehsalı sözlərdən açıq-aşkar narazı idilər. Gregson kətan rəngli tüklərinin dibinə qədər qızardı, Lestrade'in kiçik, muncuğa bənzər gözləri isə hiddət və maraqla alışıb yanırdı. Lakin heç biri söz deməyə macal tapmadı. Qapı döyüldü, kandarda küçə uşaqlarının təmsilçisi, görkəmsiz şəxsiyyət Wiggins göründü. Ser, əlini alnının üstünə tökülmüş saçlarına çəkib dedi. Keb küçədə gözləyir. Əhsən, Holmes məmnun halda dedi. Scotland Yard bu yeni modeldən nə üçün istifadə etmir? Siyirmədən bir cüt polad qandal götürüb sözünə davam etdi. Görün, yayı nə gözəl işləyir, dərhal bağlanırlar. Köhnə modellə də keçinərik, Lestrade cavab verdi. Təki taxmaq adam olsun. Əla, əla, deyə Holmes gülümsədi. Qoy Kebmen mənim əşyalarımı aşağı daşısın. Wiggins, çağır onu. Təəccüb içində idim. Holmes deyəsən köçürdü. Mənə isə heç nə deməmişdi. Otaqda balaca çamadan vardı. Holmes onu otağın ortasına gətirdi və dizi üstə dayanıb kəmərlərini dartışdırdı. Bu kəməri bərkitməyə kömək edin. O başını çevirmədən içəri girən Kebmenə dedi. Kebmen saymamazlıqla irəli yeriyib əlini kəmərə uzatdı. Kəskin metal cingiltisi eşidildi və Sherlock Holmes cald ayağa qalxdı. Onun gözləri parıldayırdı. Centilmenlər, Holmes bəkdən dedi. İcazə verin, Mr. Jefferson Hope'u sizə təqdim edim. Drebber və Stengersonun qatili. Hər şey bir anda baş verdi. Mən nə olduğunu hətta dərk edə bilmədim. Lakin həmin an həmişəlik yaddaşıma həkk olunmuşdu. Holmes'un təntənəli gülüşü, cingiltili səsi və sanki seyirkarlıqla əllərinə vurulmuş parlaq qandalları görən Kebmenin vəhşi və heyrətli siması. Bir neçə saniyə daş heykəllər kimi donub qaldıq. Birdən əsirimiz qəzəblə bağıraraq Holmes'un əlindən sevişib pəncərəyə tərəf atıldı. Çərçivəni və şüşələri sındırsa da qaça bilmədi. Gregson, Lestrade və Holmes iz axtaran it kimi onun üstünə cumub pəncərədən kənara çəkdilər. Amansız əbəyaxa başladı. Azğınlaşmış cani çox güclü idi. Onun üstünə atılmağa nə qədər çalışsaq da, hər dəfə var qüvvəsi ilə bizi kənara itələyirdi. Bu cür fövqəladə qüvvə yalnız epileptik tutmaya düşən adamda olur. Onun üzünü və əllərini şüşə qırıntıları doğramışdı. Amma qan itirməyinə baxmayaraq qəzəblə müqavimət göstərirdi. Lestrade əlini onun şərfinin altına keçirərək boğazından yapışıb sıxdıqda qatil müqavimət göstərməyin mənasız olduğunu anladı. Ancaq onun ayaqlarını bağladıqdan sonra özümüzü təhlükəsizlikdə hiss etdik. Nəhayət nəfəsimizi dərib ayağa qalxdıq. Keb aşağıdadır, Sherlock Holmes dedi. Onu Scotland Yard'a elə bu keblə apararıq. Bax belə, centilmenlər, o gülümsədi. Bu da kiçik sirrimizin sonu. Buyurun, istədiyiniz sualları verin, narahat olmayın. Hamısına cavab verəcəyim. Birinci hissənin sonu.